Lənkəranda 2002-ci il təvəllüdlü Azər valyuta dəyişmə biznesi ilə məşğul olan Xubəliyə qarşı quldurluq edib. Teleqrafın əldə etdiyi məlumata görə Azər 11 fevral 2024-cü ildə saat 16 radələrində Zil kəndindəki evindən Lənkəran şəhərinə mərkəzi bazara gəlib. Orada fərdi qaydada valyuta dəyişmə ilə məşğul olan 1938-ci il təvəllüdlü Xubəlinin pulunu asanlıqla ələ keçirə biləcəyini güman edib, yalandan ona qoca nənəsinin 200.000 rubulun Azərbaycan manatına dəyişmək istədiyini bildirib. Birlikdə yaşadığı kəndə getməyi təklif edib. Təkliflə İnanan Xubəli taksi işlədən qohumunun Kia Rio markalı avtomobilində Azərlə birlikdə saat 19 radələrində Zil kəndinə gelib. Azər Xubəlinin evin həyətinə dəvət edib, evdə işıqların yanmadığını və heç kəsin olmadığını görən qonağın məsələdən hali olduğunu başa düşüb. Gödəkçəsinin sağ cibində saxladığı bıçaqla qəflətən Xubəliyə hücum edib, ondan pul tələb edib. Cibində 1600 manat olan Xubəli əlindəki əsa ilə müqavimət göstərib. Azər bıçaqla ona zərbə vurub, Xubəlinin qışqıraraq səsini taksi sürücüsü həyətə daxil olub. Azər hadisə yerindən uzaqlaşıb. İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə quldurluq törətmək maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə günü günorta saat 3-dən sonra evdən çıxıb. Axşam saat 5 radələrində evə gələcəkdim. Xubəlini orada gördüm. Taksi pulum olmadığından yalandan evdə 200.000 rubl pul olduğunu, onu dəyişmək istədiyimi dedim. Həyətə gəldikdə Xubəliyə evə gəlmək üçün onu aldatdığımı, evdən taksi pulu götürərək verəcəyimi dedim. Xubəli məni təhqir etdiyindən bıçağı çıxararaq qolundan bir zərbə vurdum deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, Xubəlinin pul dəyişməklə məşğul olduğunu bilib. Onu bazardan tanıyıram, pulu da dəyişmişəm. Xubəli də məni tanıyır. O, nənəmlə həcc ziyarətində olub, pulun nənəmə lazım olduğunu dedim. Lənkərandan gələndə üzerimdə pulun olmadığını, kənddə necə qayıdacağımı fikirləşdim. Çünki həmin vaxt anlaqsız idim. Mənim psixi problemlərim var, bəzən evi tərk edərək gedirəm. Ağlım özümə gələndə evə dönürəm. Xubəlinin evə aparanda yolda özümə gəldim. Onu həyətə saldım, amma üzərində pul axtarmadım. Xubəlini vurduqda yerə yıxıldı. Ona 10 saniyə keçmədi ki, taksi sürücüsü Talih həyətə girdi deyə o ifadəsinə də qeyd edib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fərqli ifadə verib, o həmin ifadəsində göstərib ki, xərcləməyə pulu olmadığına görə Rus rublu pulu dəyişmək adı ilə Xubəlini yaşadığı evin həyətinə gətirmək, qorxudaraq ondan pul alıb Bakı şəhərinə getmək qərarına gəlib. Saat 18 radələrində tanımadığım taksi ilə Lənkəran şəhərindən bazar tərəfdə mağazaların qarşısına gəldim. Xubəliyə yalandan dedim ki, nənəmin 200.000 Rus rublu var. Bazara gələ bilmir. Gedək Zil kəndində onun pulunu manata dəyiş. Xubəli də mənimlə razılaşdı və dedi ki, qohumuma zəng etdim, taksi ilə bizi aparsın deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsinə görə saat 19 radələrində yaşadığı evin həyət qapısının qarşısına çatıblar. Xubəli ilə həyətə daxil olduq.
Ona qabaqda getməyi təklif etdim. Sən qabaqda get, bildirdi. Bir-iki addım atdıqdan sonra dedi ki, bu evdə heç kim yaşamır. Sən məni aldatdın. Şəhərə qayıdıram. Geri çevrilərkən qarşısını kəsdim. Cibimdən bıçaq çıxardım, Xubəlini hədələdim. Dedim, cibində olan pulları ver. Yoxsa səni bıçaqla vuraram. O da pulları verməyəcəyini bildirdi. Qışqıraraq çölə dayanmış qohumunu çağıranda bıçaqla onun son qolundan vurdum. Xubəli yerə yıxıldı, əlində olan dəmir çəlik başında olan papaq yerə düşdü. Bıçaqla qılçalasından vurdum. Dedim ki, sənə deyirəm, tez ol, cibində olan pulları ver. Bıçaq əlimdən yerə düşdü, Xubəlinin qohumu həyətə daxil oldu. Mən bıçağı yerdən götürərək bağa tərəf qaçdım. Bakı şəhərinə gedər taksi maşınlarına yaxınlaşdığım zaman polislər məni tutdular deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekin vurub. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Azər 8 il müddətinə azadlıqdan məhrum edilib.